Salyanın stansiya adlanan yaşayış massivinin sakinləri illərdir ki, yolsuzluq problemindən əziyyət çəkirlər. Acınacaqlı vəziyyət qış aylarında özünü daha çox biruzə verir. Sakinlərin yağışlı, qarlı havalarda yaşayış massivinə hərəkət etməsi demək olar ki, mümkünsüz olur. Bura Salyan şəhərinin 20 yanvar küçəsidir. Stansiya adlanan bu yaşayış massivinə təxminən 3 il əvvəl su və kanalizasiya xətti çəkilib. Qazıntı işləri aparılandan sonra da küçənin asfalt örtüyü bərpa olunmayıb. Sakinlər bildirir ki, su kanalizasiya işləri aparan şirkət əməkdaşları deyib ki, ərazidə bərpa üçün onlara heç bir tapşırıq verilməyib. Nəticədə küçə qış aylarında daha da keçilməz olur. Ən çox əziyyət çəkənsə məktəblilərdir. Qardaş, bu yollar 2 aydır, 3 aydır qazırlar. Buna birinci sinif şagirdi məktəbə gedə bilər. 2 il, 3 ildir bu su xətti çəkiləndən bu gündür. Su xətti çəkildi, getdi, bərbad günə qaldı. Öz cimizdən qrabil alıb düzəltdik yolu. Bu illərdə gəldilər, 2 aydır bu gündədir. Yəni uşaqlar məktəbə gedə bilmir. Aidiyyatı qurumlardan xahiş edirik, nəzərə alsınlar. Sakinlər ötən il şəxsi vəsaitləri hesabına yolda müəyyən təmir işləri aparıblar. Lakin növbəti dəfə qazıntı aparılan zaman bu təmir də bərbad hala düşüb. Məsələ ilə bağlı Salyan şəhər bələdiyyəsinin sədri Telman Ağabəyev bildirdi ki, mövsümlə əlaqədar olaraq müəyyən işlərdə gecikmələr olur və yaxud da yubanmalar olur. Bununla da bağlı olaqsa müəyyən küçələrdə vətəndaşlar tərəfindən narazılıqlar olur. Biz dərhal maraqlanırıq, o sistemin işçilərini oraya dəvət edirik, küçələrin təmiri ilə məşğul olurlar. İndi qeyd olunan sizin 20 yanvar küçəsində də olan kanalizasiya qazıntısı ilə bağlı mütəxəssisləri dəvət eləmişik. Yaxın günlərdə orada təmir işi olacaq. Yaqub Mehdioğlu, Fidan Səfər, Spois xəbər, Salyan.